diqqət edin ki, yaxşı əməlləriniz insanlara özünüzü göstərmək üçün olmasın. Yoxsa göylərdə olan atanızın yanında əcriniz olmayacaq. Ona görə sədəqə verdiyin zaman onu şeypurlarla car çəkmə. Necə ki, riyakar adamlar xalqın yanında hörmət qazanmaq üçün kənisələr və küçələrdə edirlər. Doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Lakin sən sədəqə verdiyin vaxt qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin. Sədəqən gizli olsun, gizlini görən atan da sənə əvəzini verəcək. Dua edəndə riyakar adamlar kimi olma, çünki onlar sevirlər ki, özlərini ayrı adamlara göstərmək üçün kənisələrdə və küçələrin ağzında durub dua etsinlər. Doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Lakin sən dua etdiyin vaxt öz otağına gir və qapını bağlayıb gizlində olan atana dua et. Gizlini görən atan da sənə əvəzini verəcək. Dua etdiyin vaxt bütpərəstlər kimi boş sözlər demə. Çünki onlar elə güman edirlər ki, sözlərinin çoxluğu ilə duaları eşidiləcək. Onlara oxşamayın. Çünki atanız sizin nələrə möhtac olduğunuzu siz ondan istəmədən bilir. Bunun üçün belə dua edin. Ey göylərdə olan atamız, sənin adın müqəddəs olsun. Səltənətin gəlsin, sənin istədiyin göydə olduğu kimi yerdə də olsun. Gündəlik çörəyimizi bugün bizə ver və bizim borclarımızı bizə bağışla, necə ki biz də bizə borclu olanları bağışlayırıq. Bizi imtihana çəkmə, lakin şərdən xilas et. Çünki səltənət, qüdrət və izzət əbədə kimi sənindir. Amin. Çünki əgər insanların sizə etdiyi günahlarını bağışlayasınız, göylərdə olan atanız da sizi bağışlar. Amma əgər insanların sizə etdiyi günahlarını bağışlamayasınız, atanız da sizin günahlarınızı bağışlamaz. Oruç tutduğunuz zaman riyakar adamlar kimi qaş-qabaqlı gəzməyin. Çünki onlar özlərini insanlara göstərmək üçün görünüşlərini dəyişirlər. Doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Lakin sən oruç tutduğun vaxt başına yağ sürt və üzünü yu. Elə ki adamlara yox, gizlində olan atana oruclu görünəsən. Və gizlini görən atan da sənə əvəzini verəcək. İsa burada insanın yaxşı əməllərindən danışır və onun necə olmasından. İsa burada insanın o əməlləri üstündə təkid edir ki, həm əxlaqi cəmbəsi var, həm də məzhəbi. Görürük ki, əvvəl yaxşı əməllərdən danışır, sonrası başqa insanlara mali baxımdan kömək etməkdən. Ondan sonra da namaz qılmaqdan və oruç tutmaqdan. Və beləcə həm insanın başqa insanlarla olan rabitəsini göz qabağına qoyur, həm də insanın Tanrı ilə olan rabitəsini. Bu haqda dediyi birinci əsl, əzizlərim, budur. Bizim ayrı insanlarla olan rabitəmiz buna bağlıdır ki, bizim Tanrı ilə olan rabitəmiz necədir? Keçən bərnamədə sədəqə vermək haqqında yetərincə danışdım. İndi onun dua və oruc haqqında dediyi sözə bir baxaq. Buyurur, dua edəndə riyakar adamlar kimi olma. Çünki onlar
sevirlər ki, özlərini ayrı adamlara göstərmək üçün kənisələrdə və küçələrin ağzında durub dua etsinlər. İsa buyurur, doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. İsa bu ikinci məzhəbi əməldə 2 nəfəri təsvir edir ki, dua edirlər. Lakin onların arasında olan fərq həmən o fərqdir ki, riyakarlıq və həqiqət arasında var. İsa onların dua etmələrinin səbəbini, sonra da əcr və paydaşlarını bir-biri ilə müqayisə edir. İsa'nın riyakarlar barədə təsvir etdiyi əks birinci baxışda gözə xoş gəlir. Amma nə deyim ki, onların sevdikləri dua deyil. Hətta dua etdikləri də tarı deyil. Onlar ancaq özlərini sevirlər. Və bu dua fürsətini ancaq onun üçün istifadə edirlər ki, özlərini nümayişə qoysunlar. Tanrının huzurunda dua etmək əlbəttə ki, yaxşıdır. Həm də əgər tərtibli bir şəkildə olsa. Bütün dindar yəhudilər gündə 3 dəfə dua edirdilər. Baxın, dua üçün ayaq üstündə durmaq da səhv deyildi. Əslində dua addi bir şəkildə belə edilirdi. Kənisələr ya da küçələr başında da dua etmək səhv deyildi. Əgər ondan məqsəd əlbəttə bu idi ki, başqa insanları da dua üçün təşviq etsinlər və Tanrıya olan imanı başqa insanların arasında da işarə versinlər. İsa'nın səhv gördüyü, əzizlərim, bunların heç biri deyildi. Onların səhvləri, onların niyyət və əncizələri idi ki, bu işlə istəyirdilər özlərinin nə qədər dindar olduqlarını başqa insanlara nümayiş versinlər və dərvaqa onların tərif təmcidlərini qazansınlar. Onların bu dindarlığının arxasında kibir yatmışdı, qurur yatmışdı. Onların talib olduqları insanlardan gələn tərif idi. Onu da alırdılar elə, əcrlərini tamam kamal alırdılar. İsa'nın bu sözü ancaq Yəhudilər haqqında doğru deyildi, bütün məzhəblər haqqında doğrudur. Adam nə dində olur olsun, dini ayinlərini belə səhv niyyət və əncizələrlə əlbəttə ki, edə bilər. İsa'nın burada səhv gördüyü budur ki, şəxs sədəqə ilə istəyir, başqa insanlara xidmət etsin və dua namazla da Tanrıya. Amma bunun heç birisi yerinə yetişmir. Çünki adam bu 2 yaxşı xidməti ancaq özünə edir və ikisini də hədər edir. Çünki dəyərini yerə qədər alçaldır. Adam bu 2 xidməti vəsilə edir ki, ancaq özünə xidmət etsin. Və beləcə məzhəb və yaxşı əməllər vəsilə olur ki, adam onlarla özünü göz qabağına qoysun. Bəs İsa'nın peyrəvləri gərək necə dua etsinlər? İsa buyurur, lakin sən dua etdiyin vaxt öz otağına gir və qapını bağla. Əzizlərim, bizə gərəkdir ki, duada başqa şeylər bizim havasımızı Tanrıdan caydırmasın. Biz ancaq o zaman özümüzü başqa insanların müzahim olmaqlarından qurtara bilərik. O zaman ki, tək başına qalmışıq, eləyə bilərik ki, Tanrımızla xəlvət edək. Ancaq belədir ki,
Tanrının sonrakı hökmünü yerinə yetirə bilərik ki, deyir, gizlində olan atana dua et. Bizim səmavi atamız oradadır və bizi açıq qollarla qəbul edir. Bilirsiniz, duada Tanrı bizim qəlbimizə baxır. İnsanın duasının cövhəri budur ki, insanın qəlbi Tanrıya can atsın. Hər düzgün duanın arxasında bu söz yer alır ki, Davud Peyğəmbər onu 37-ci məzmurunda yazır. Qəlbim sənə deyir ki, deyibsən, mənim üzümü görməyə talib olun, bəli, sənin üzünü görməyə talib olacağam, ya Rəbb. Biz onun üzünə talibik, elə ki, onu necə ki var, təsdiq edək. O Tanrını ki, xaliqdir, ağadır, davərdir, bizim səmavi atamızdır və qurtarıcımız İsa Məsihin vasitəsilə. Buna can atırıq ki, bu ata ilə, onunla xəlvətdə görüşək. Buna can atırıq ki, onun huzurunda səcdə edək. Buna can atırıq ki, ona pərəstiş edək, ona məhəbbət edək, ona bel bağlayaq. Belədir ki, İsa'nın buyurduğuna görə, gizlini görən atanla sənə əvəzini verəcək. Burada calib olan mətləb bilirsiniz nədir? O ki, İsa buyurur, öz otağına gir. Otaq sözünə Yunani dildə teymeyon istifadə olunur. Teymeyon sözü o zaman elə bir otaq üçün istifadə olurdu ki, adamlar xəzinələrini orada gizlədirdilər, orada saxlayırdılar. Buna görə də İsa'nın bu sözündən belə anlayırıq ki, dua etdiyimiz zaman elə bil ki, böyük bir xəzinə bizi gözləyir. Giririk o otağa ki, o böyük xəzinəni görək. Duada olduğumuz zaman Tanrını səmavi atamız çağırdığımız zaman müqəddəs ruh bizim ruhlarımızla şəhadət verir ki, biz Tanrının övladlarıyıq. Və arxayın oluruq ki, Tanrı səmavi atamızdır və bizi sevir. Üzünün nurunu bizə saçır və bizə öz aramlığını əta edir. O, bizim ruhumuzu canlandırır və bizim ruhani ətəşimizi onun huzuru yatırdır. Bundan arxayın oluruq ki, yetim deyilik. Çünki Tanrı bizi öz oğulluğuna qəbul edir. Artıq qərib deyilik, əcnəbi deyilik. Əlbəttə, duanın xəlvət və gizlin olmasında gərək ifrata çəkilməyək. Burada İsa ümumi dualar haqqında yox, əzizlərim, şəxsi dualar haqqında danışır. Buna görə də İsa sən zəmirindən istifadə edir. Duanın xəlvətdə olmasından İsa'nın məqsədi budur ki, duada niyyətlərimizi təmizləyək, əngizələrimizi təmizləyək. Necə ki, sədəqələrimiz gərək insanlara olan xalis məhəbbətimizdən olsun, dualarımız da gərək Tanrıya olan xalis məhəbbətimizdən olsun. Beni yaklaştır, asla bırakma. Her şeyden vazgeçerim,
dostun olabilmek için benim arzumsun, başkası olmaz. Yerini kimse tutamaz, kucağına sığınırım. Yolu bulayım, kendine çek beni. Tek arzumsun, tüm ihtiyacım sensin. Tek arzumsun, yanımda kal yarabbim. Beni yaklaştır, asla bırakma. Her şeyden vazgeçelim, dostun olabilmek için. Benim arzumsun, başkası olmaz. Elini kimse tutamaz, kucağına sığınırım. Yolu bulayım, kendine çek beni. Tek arzumsun, tüm ihtiyacım sensin. Tek arzumsun, yanımda kal yarabbim. Tek arzumsun, tüm ihtiyacım sensin. Tek arzumsun, yanımda kal yarabbim. Yanımda kal yarabbim. İsa oruç haqqında da belə deyir. Oruç tuttuğunuz zaman riyakar adamlar kimi qaşqabaqlı gəzməyin. Çünki onlar özlərini insanlara göstərmək üçün görünüşlərini dəyişirlər. İsa buyurur, doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Yenə də baxın, deyir, lakin sən
oruç tutduğun vaxt başına yağ sürt və üzünü yu. Elə ki, adamlara yox gizlində olan atana oruclu görünəsən və cinə də deyir ki, və gizlini görən atan da sənə əvəzini verəcək. Çox adamlar elə düşünürlər ki, Məsihiyyətdə artıq oruc tutmaq yoxdur. Amma burada görürsünüz nə qədər aydın İsa oruc tutmaq haqqında mühüm mətləblər deyir. İsa'nın verdiyi təlimə görə oruc tutmağın əsl mənası bu deyil ki, yemək yeməyək. Ondan məqsəd budur ki, insan beləcə öz həyatına inzibat hakim etsin. Başı aşağılığı öyrənsin. Çox zamanlar insanlar günahdan tövbə etməklərini göstərmək üçün oruç tutardılar. Yahud tarixində, Yahud xalqı günaha batdığı zaman tövbə üçün matəm tutub, ağlayıb oruç tutardı. Çox zamanlar da çula bürünüb təqsirlərinə etiraf edirdilər. Nə qədər yaxşı olar ki, bizlər də günaha batdığımız zaman tövbəmizi orucla həmrah edək. Matəm tutaq. Peşman olduğumuzu bu şəkildə bildirək. Oruc bizi Tanrının huzurunda başı aşağı edər. Çox zamanlar elə ehtiyaclarla üzbəüz oluruq ki, fəqət dua etmək kifayət etmir. Duamız gərək orucla həmrah olsun. Oruc tutmağın başqa bir faydası da ola bilər. Nəfsimizə hakim olmaqda bizə qüvvət verər və bu arada yemədiyimiz xörəyi fağırlara paylaya bilərik. Görün Tanrı oruc haqqında və onun əsl mənasının nə olduğu barədə Yahud xalqına nə deyir? Burada Tanrı Eşaya peyğəmbərə belə əmr edir. Uca səslə çığır, çəkinmə, səsini Kəranay səsi kimi ucald. Xalqıma onların təqsirlərini, Yaqub nəslinə onların günahlarını bildir. Onlar hər gün məni axtarırlar. Mənim yollarımı bilməkdən kef edirlər. Elə bil ki, bu əməli salih Tanrısının hökmündən ayrılmayan millətmiş. Onlar məndən adil hökmlər arzu edirlər. Tanrıya yaxınlaşmaqdan kef edirlər. Deyirlər, oruc tutduğumuzu nə üçün görmürsən? Özümüzü həlim edirik, amma sən fikir vermirsən. Baxın, oruç tutduğunuz gün siz istədiyinizi edirsiniz. Bütün işçilərinizə zülm edirsiniz. Baxın, orucunuzu savaşmaqla, davayla, yumruqla, döyməklə keçirdirsiniz. Siz bugünkü kimi oruç tutmaqla İstəmirsiniz ki, səsinizi ucalarda eşitdirəsiniz? Məgər mənim seçdiyim oruc budur. Bir gün ki, adam özünü başı aşağı etsin, qamış kimi başını əysin, əyninə çul geyib kül üstündə yatsın. Siz bunu oruc çağırırsınız, həm də Rəbbə məqbul olan gün çağırırsınız. Məgər mənim istədiyim oruc o deyil ki, pisliyin buxovlarını qırasınız, yuğun iplərini açasınız, sitem altında olanları azad edəsiniz və hər cür yuğu qırasınız. Məgər o deyil ki, yediyiniz çörəyi acla bölüşəsiniz, bixanuman kasıbları evinizə gətirəsiniz, lüt görəndə onu geyindirəsiniz, yaxınlarınızdan köməyinizi əsirgəməyəsiniz. O vaxt nurunuz
şəfəq kimi satacaq və tezliklə şəfa tapacaqsınız. Salihliyiniz qabağınızda gedəcək. Rəbbin izzəti sizi arxadan qoruyacaq. O vaxt Rəbbi çağıracaqsınız və Rəbb sizə cavab verəcək. Bağıracaqsınız, o sizə buradayam deyəcək. Əgər siz yuğu aranızdan, barmaq uzatmağı və sözlər deməyi aranızdan rədd edəsiniz, əgər ürəkdən acıların qeydinə qalasınız, zəlillərin ehtiyaclarını verəsiniz, o vaxt nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq. Rəbb həmişə sizə yol göstərəcək, quru torpaqlarda sizi doyuzduracaq, sümüklərinizə qüvvət verəcək. Siz də sulanmış bağça kimi, suları heç vaxt əskilməyən bulaq kimi olacaqsınız. Görürsünüz İsa sözləri ilə nə edir? Özümüzə qurduğumuz tiyatr dünyasını başımıza yıxır. Bizi oyun oynamaq əsirliyindən azad edir. Bizi həqiqi dünyada, həqiqi tarı ilə ki, səmavi atamızdır, baş-başa qoyur. Güman edirəm, bu saat üçün yetərincə danışmışam.